da həmin Kənan. Kənanın hər iki ayağında iki oynaq var idi və hər iki ayağı eynən bu ayaq vəziyyətində idi. Vüqar müşütlünün əməliyyatına onu əmanət etdikdən sonra hamı mənə dedi ki, bəs nəticə, buyurun, bu da nəticə. Bir ayağı doktorum əməliyyat edib, növbəti ayağı nə vaxt edəcək? Çünki həmişə qaçır, qoymaram qaçsın, hamı həkimini görsün. Bu ayın axırı və hər iki ayaq rahat qoyacaqmı yerə? İnşallah. Yeriyəcəkmi? Allah deyən olsun. Allah sizin köməyiniz olsun. Həkimin möcüzə yaratdı. Həqiqətən uca yaradanın izni ilə. Bu ayaq bir dəfə əməliyyat olub baxır. Bir dənə fikir qısalığa. Bir də qısalıq var. Bu indi olanda düzələcək. Həm də uzatma eləmək lazımdır. 2 əməliyyat. Bunda tək bitişmə elədi, amma bunu həm bitişmə, həm uzatma eləyəcək. 10 əməliyyatda olsa, mən bilirəm ki, siz onu müfəssəl şəkildə edəcəksiniz. Mən bu uşağı inkişaf da var, uzanış da var. Bax, keçən dəfə heç bir ay, gəl xala sənə kömək eləsin. Bir dənə bu şənə qucu kəsərəm və inşallah növbəti dəfə rahat ayaqları üstündə Kənanım yeriyəcək. Çünki onu Vüqar əmisi növbəti əməliyyat alacaq. Əmin sağ ol deyək həkimə. Sağ ol. Ay sağ ol.